Populyar valideyn səhvləri: 1. Həkimə deyil, tanış-tunuşun məsləhətinə qulaq asmaq. 2. Qızdırmadan həddindən çox qorxaraq uşağa dalbadal dərmanları vermək. 3. Uşağın qidasına fikir verməmək, fast foodlar, ziyanlı qidalarla uşağı vaxtsız tanış etmək. 4. Uşağı ekranla tanış etmək və telefon qabağında uşağı yedirmək. 5. Peyvəndi gecikdirmək və peyvənddən imtina etmək. 6. Təmizlikdə həddi aşmaq və ya əksinə laqeyd yanaşmaq. 7. Uşağı kökçəyə aparmaq. 8. Uşağın açıq havada çox vaxt keçirməsi və çox hərəkət etməsinə diqqət etməmək, dırnaqarası yanaşmaq. 9. Ən çox yol verilən valideyn səhvlərindən biri də həkimdən məsləhətsiz uşağa vitaminlər və qida əlavələri vermək. 10. Uşaqla az ünsiyyət qurmaq və uşağı dinləməmək ən çox yol verilən valideyn səhvlərindən biridir. Bəs siz bu səhvlərdən hansını edirsiniz?